Ağaəhmədov Elnur Fəxrəddin oğlu 28 iyun 1998-ci ildə Xızı rayonunun Sitalçay kəndində anadan olub. 2004-2015-ci illərdə Cabir Novruzov adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi. O 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Kiçik Gizir hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 26-sında Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Xızı rayonunun Sitalçay kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərdiyinə görə Prezidentin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra igidliyə görə medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamlarına əsasən Elnur Ağaəhmədov ölümündən sonra Cəbrayılın azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin digər 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif edildi. Mən özüm hərbiçi olmuşam, silahlı qüvvələr veteranıyam. Xidmətim çox olub, hərbiçi olmuşam. İndi baxıb atasını götürüb də seçiblər yolu. Böyük qardaşı da hərbiçidir. Elnur ancaq vətənə çox bağlı oğlu idi. Seçdi hərbini, özü getdi, seçdi, ixtisası seçdi özü. Xüsusi təyinatlılarda xidmət edirdi, kiçik gizir kimi. Vətənlə çox bağlı uşaq idi. Belə mehriban, hamısına səmimiyyəti var idi onun. Dedi, ana, mən dünyaya əgərsə bir oğul gəlmişəmsə, oğul övladı, mən o yükün altına girəcəyəm. Bu yükü çəkməyə də hazıram. Eləcə də o getdi, 9 ayın əskəri idi, əskərliyə getdi. 9 aydan sonra gəldi o, kursu keçdi. 5 aya yaxın o kurs keçdi. Elnurum, balaca Elnurum, tezliklə böyüyən Elnurum. Kurs keçdi. Ondan sonra o, bu ağır yükü daşımağa hazır oldu. Vətənə bağlı idi. Axırıncı danışanda onunla döyüş bölgesindeydi. Annesinin sual verdim dedi ki,
Mən də gəlirəm də oraya gedib yazdırıram. Dedi, əmi gəlməyin, biz buradayıq. Hələ ehtiyacı yoxdur. Biz özümüz dedi, düşmənə dedi, qan otdurduruq. Qoymadı mən yazdırmaya. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar 30 illik tarixi yazdılar. Mən fəxr edirəm ki, mənim qəhrəman əmim oğlu var. Yəni, hər bir insan hərbiçi ola bilər, hər bir insan formanı əynində geyinə bilər. Şəhidlik hər insana qismət olmur da. Elə bir uca zirvədir ki, o şəhidlik hər bir insana qismət olmur. Düzdür, gedirsən 3 dəfə, 4 dəfə yaralanırsan, amma hər insana qismət olmur.